Əvvəlcədən xəbəri var idi ki, İmam Hüseyn əleyhissalam şəhid olacaq ya yox? Bu suala cavab olaraq bir neçə nəzəriyyə var. O nəzəriyyələrdən biri budur ki, İmam Hüseyn əleyhissalamın qiyamı hər tərəfli və hər cəhətdən sənədi ilə düzgün olmasına baxmayaraq İmam Hüseyn əleyhissalam şəhid olacağını bilmirdi. Və bu nəzəriyyə Abdullah ibn Xəldunun sözlərində və bir neçə bəzi mütəfəkkirlərin fikrincə İmam Hüseyn əleyhissalam qiyam etdiyi zaman əvvəlcədən şəhid olacağını bilmirdi. İkinci nəzəriyyə isə İmam Hüseyn əleyhissalam bilirdi ki, şəhid olacaq. Və bu nəzəriyyə Kərbəla hadisəsində təhlil olunur. İmam Hüseyn əleyhissalamın şəhadətə çatması nəzəriyyəsi iki sual yarada bilər. Birinci sual budur ki, qəzada həlak olacağını bilə-bilə həmin qəzaya daxil olmaq əqli baxımdan bu qəbul olunması bir şeydir, yoxsa yox? Adi ölüm ki var, insanlar ölürlər. Şəhadətlə ayırt edə bilməyənlər canları və əsas dəyərləri, maddi və mənəvi həyatı qorumaq yolunda özlərini təhlükəyə atmağı, o yolda şəhidliklə adi ölümü eyni bilirlər. Deyirlər ki, çünki həyat mütləq bir istəkdir. Həyatın fövqəladə əhəmiyyəti ilə ölümə yəqini olan bir işi görmək bir yana qalsın. Hətta ehtimal versən ki, bu işdə ölə bilərsən, ehtimal versən, yəqinin yoxdursa, bu işi də görmək haramdır və olmaz. Əqli baxımından da qəbul olması deyil. Yaşadığımız həyatı əbədi həyat kimi anlamında başa düşən bir şəxs müvəqqəti həyat əbədi həyata çatmaq üçün uyğun bir vasitədir. Belə bir insan yüzlərlə dəfə müvəqqəti həyatı əbədi həyata dəyişməyə hazırdır. Və bu əqli qanunu biz İmam Hüseyn əleyhissalamın ətrafında olanlarda və İmam Hüseyn əleyhissalamda gördük. Rəvayətlərdə bildirilir ki, İmam Hüseyn əleyhissalamın yaxınları deyirdilər ki, minlərlə dəfə ölsək də, dirilsək də yenə İslam yolunda, sənin yolunda, haqq ədalət yolunda ölüb dirilməyə hazırıq. Bəziləri ağlın hökmünə əsasən deyirlər ki, ağıl diktə edir ki, insan gərək özünü təhlükəyə atmasın. Hər yerdə ki bir təhlükə var, canını qorumaq üçün o təhlükədən uzaq olsun. Yəni özünü məhvə səbəb olacaq işlərə yaxın getməsin, o işləri görməsin. Bəli, ağıl diktə edir ki, özünü təhlükəyə atma. Amma o təhlükə ki, o məhv ki, heç bir faydası olmayacaq o işin, bu zaman insan özünü o təhlükəyə atsa, ağıl diktə edir ki, bu qəbul olunması bir iş deyil, əqli baxımdan düzgün deyil. Amma o işlər ki, faydası var, fərdi və ictimai insanlara xeyri var, o işi görmək nəinki əql baxımından bəyənilmir, hətta o işi görmək, o ölümü seçmək, o qətlə getmək əqli baxımdan qəbul olunmasıdır. Diqqət edin, İmam Hüseyn əleyhissalam fərd və ictimaiyyətin yaşaması üçün, İslamın yaşaması üçün qiyam etdi. İslamın tərifində nə deyirik? İslam bir qanunlar toplusudur ki, Allah Taala tərəfindən nazil olub. Yəni o qanunlar əsasında insan yaşayır. İmam Hüseyn əleyhissalam bizə necə yaşamağı öyrətdi və öz şəhadəti ilə fərdi və ictimai həyatı insanlar üçün fərahəm etdi. İmam Hüseyn əleyhissalam şəhadətə çatması ilə İslam yaşadı. Həqiqi İslam qaldı. Həqiqi ruzi və həqiqi həyat Allah Taala'nın yanındadır. Adət, ənənə, ağıl, düşüncə heç vaxt belə bir ölümü məhv hesab etmir.